niyə bizdə qara PR bu qədər effektivdir? Bu proseduru keçən dəfə dərsdə tələbələrimlə müzakirə etdim. Bu yaxınlarda televiziya kanallarının birində bir xanımın кейsi var idi və çox kütləvi şəkildə qınaq obyektinə çevrildi və proqram dayandırıldı nəhayətində. Həmin keysdə eyni situasiyasında yaşandı. Mən dedim ki, siz olsanız bu prosesin PR meneceri olsanız necə idarə edərdiniz? Məsələn, və bunu müzakirə elədik. Niyə işə yarayır? Bir, Azərbaycan cəmiyyətində ölkə 10 milyonluq bir əhalimiz var. Və burada sənin çox kütləvi nə isə məsələn dar sektorda edib nəticə almağın, öz bazarını formalaşdırmağın biraz çətindir. Çünki insanlar qiymətdə və s. məsələlərdə rasional düşünürlər və satın alacaqları şeyə nəyəsə pul verəndə bir diqqətlə düşünürlər ki, müəyyən bir elə deyim, yüz ölçü bir biçirlər ki, mən bu pulu verəmsə fayda almalıyam. Bunun da bərabərində sən əgər nəsə əldə etmək istəyirsənsə, gərək kütləvi nəsə eləyəsən. Yəni çox böyük kütləyə xitab eləməlisən ki, onlardan tutaq ki, məsələn 1000 nəfərə görünməlisən ki, 5 nəfər müştəri tuta biləsən və yaxud da 5 nəfər və ya səndən əməkdaşlıq edəcək adam tapa biləsən. Ona görə də bizdə ümumiyyətlə dünyada da belədir, çox yerdə əslində bir şeyin xəbər dəyəri daşıyıb kütləviləşməsi üçün neqativ olması lazımdır. Yəni pozitiv bir şey çox nadirən olur ki, insanlar pozitiv bir şeyi paylaşır. O da çox xüsusi olur. İndi hal-hazırda biraz postmodernist dövrdə, bayaq ona görə vurğuladım. Postmodernist dövrdə yaşadığımız üçün bir nöqtədən sonra bu çox paylaşıldığı anda yenə başlayır neqativ tənqidlər həmin o pozitivliklə bağlı ki, bəsdir də, məsələn bununla bağlı yetəri qədər paylaşdınız kimisindən. Ona görə də neqativ olan daha çox kütləyə çatdığı üçün proses ardıcıllıq belə olur. Birinci olur, neqativlə tanındı. Sonra 3-5 ay sonra həmin adam 3-5 ay görünmür ortada. Həmin xanım da yoxdur hal-hazırda ortada. Sonra 5 aydan sonra hansısa bir xeyriyyə məqsədli bir fəaliyyətlə, hansısa bir xeyirxah əməllə ortaya çıxır və bir anda kütlə nə olur? Bayaq dediyim o neqatifi, daha pis nümunəni görüb pisi bağrına basmağa başlayır. Deyir ki, hə, məsələn, tutaq ki, filan yerdə filan adamlar var, heç varlılar var, heç bu qədər xeyriyyə eləmirlər. Məsələn, tutaq ki, bu adam gəldi, buna bu qədər pis dediniz, amma məsələn, tutaq hansısa interneta gedir, hansısa yaşlılar evinə gedir, heyvanlarla bağlı bir aksiyaya qoşulur, nəyəsə bir yerdə və artıq o nə edir? Özünə yeni bir kütlə konsolidasiya edir. Və o konsolidasiya edilən kütlə artıq bir növ onun tərəfdarına çevrilməyə başlayır.